Qarabağın Çempionlar Liqasındakı play-off mərhələsindəki rəqibi İngiltərənin köklü klublarından biri olan Newcastle United'dir. 2025-ci ildə Liqa kubokunu qazanan bu klub hazırda ciddi zədə problemləri ilə üzləşir. Bruno Gordons kimi komandanın əsas aparıcı oyuncularının zədələnməsi Bakıda keçiləcək oyunun öncəsi Qarabağ üçün çox böyük üstünlük hesab olunur. Tofiq Bəhramov adına Respublika stadionunda keçiləcək bu qarşılaşma Qarabağ üçün çox önəmlidir. Çünki cavab oyunu İngiltərə James Park stadionunda oynanılacaq. Buna görə də Bakıda keçiləcək ilk oyunda qələbə qazanmaq Qarabağ üçün demək olar ki mütləqdir. 18 fevralda keçiləcək bu tarixi qarşılaşmada Qarabağımıza uğurlar arzulayırıq. Start heyəti haqqında detallı videomuz olacaq. İzləmədə qalın. Fikirlərinizi şərhdə bölüşməyi unutmayın. Kanala abunə ol və like etməyi də unutmayın.